Geoloqların daha bir qrupunu Tıqibuli Bələdiyyəsinin Qursebi kəndində gözləyirlər. Dünən burada torpaq sürüşməsi prosesi baş verib. Mütəxəssislərin ilkin rəyi ehtimal ki, bugün məlum olacaq. Təbii fəlakət nəticəsində kənddə 10 ev yıxılıb və 45 ailə təxliyə olunub. Ailələr müvəqqəti yaşayış yerlərinə yerləşdirilib. Hadisə yerində isə fövqəladə qərargah fəaliyyətini davam etdirir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 24 üzv ölkəsi birgə bəyanat yayaraq Gürcüstanı ATƏT-in Moskva mexanizminin tövsiyələrini tam yerinə yetirməyə çağırır. Birgə bəyanatın mətnini Böyük Britaniya hökuməti yayıb. Hesabata görə Gürcüstanda demokratiya baxımından açıq geriləmə baş verib. Hesabatda etirazçılara, siyasi rəqiblərə və jurnalistlərə qarşı zorakılıq və digər pozuntular göstərilir və məruzəçi bunu təqsirkarların demək olar ki, tam cəzasızlığı kimi qiymətləndirir. Sənəddə həmçinin qeyri-insani rəftar və insan hüquqları ilə əsas azadlıqları sistemli şəkildə məhdudlaşdıran qanunvericilik dəyişikliklərindən bəhs olunur. Hesabat Gürcüstan hakimiyyətinə tövsiyələr verir və məhkəmə sisteminə etimadın bərpasının vacibliyini vurğulayır. Avropa Parlamenti 438 səs leyhinə, 37 səs əleyhinə olmaqla Eleni Xoşdaryaninin işi və Gürcü arzusu rejimi altında siyasi məhbuslar mövzusunda qətnamə qəbul edib. Qətnaməyə görə Avropa Parlamenti Eleni Xoşdaryanın və söz toplaşma azadlığı və ya dinc etiraz hüququnu ifadə etdiklərinə görə hədəfə alınan digər şəxslərin siyasi motivli saxlanılmasını qəti şəkildə pisləyir. Həmçinin Gürcü arzusunun siyasi rəqiblərə, jurnalistlərə və fəallara qarşı sistemli cinayət təqibini də qınayır. Gürcü arzusunda bildirirlər ki, Gürcü xalqı artıq uzun müddətdir bu cür qətnamələrə diqqət yetirmir. Müxalifət siyasətçiləri isə deyirlər ki, bu müzakirələr Gürcüstanın sabitlik və dinc mühitin olmadığı bir ölkəyə çevrildiyini göstərir. İran və Gürcüstan barədə ictimai açıqlamalar əsasında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən başlanmış istintaq müzakirə olunur. Müxalifət bunu siyasi təqib kimi qiymətləndirir. Gürcü arzusunda isə deyirlər ki, dindirilən şəxslərin ictimai açıqlamalarının məqsədi dövlətə qəsdən ziyan vurmaqdır. Hakim qarşısında artıq Quba Sanikidze, Tina Xidaşeli, Georgi Kandilaki və general-mayor Vaxtan Kapanadze dindirilib. Dünən isə bir neçə saat ərzində Givi Targmadze də ifadə verib. Amerika Birləşmiş Ştatları Rusiyanın neftinin alınmasına tətbiq olunan sanksiyaları 11 aprelə qədər müvəqqəti dayandırıb. ABŞ-ın xəzindarlıq katibi Scott Bessent bildirib ki, ölkələr hazırda gəmilərdə yüklənmiş sanksiyalı Rusiya nefti və neft məhsullarını almağa icazə verilib. Onun sözlərinə görə bu addım müharibə dövründə qlobal enerji bazarlarında sabitliyi qorumaq üçün müvəqqəti tədbirdir. Qərar artıq tranzitdə olan neftə aiddir və Rusiyanın hökumətinə ciddi maliyyə faydası gətirməyəcək. İmereti bölgəsində qırmızı siyahı ilə qorunan şabalıd ağaclarının qanunsuz kəsilməsi faktları aşkar edilib. Qanun pozuntuları Xaraqauli Bələdiyyəsinin Getsamaniya kəndində dövlət meşəsində qeydə alınıb. Ərazidən şabalıd növünə aid 11 ağac gövdəsi götürülüb. Ətraf mühitə vurulan ziyan 2100 laridən çox qiymətləndirilir. Materiallar sonraki tədbirlər üçün müvafiq quruma göndərilib.